Mursalat suresi Məkkədə nazil olmuşdur. 50 ayəd. Bağışlayan və mehriban Allahın adıyla. And olsun bir-birinin ardınca göndərilənlərə, and olsun şiddətlə əsənlərə və ya yel kimi tez gedənlərə, and olsun Allahın ayələrini, kitablarını və əmrlərini yayanlara, and olsun haqla batili ayıranlara, and olsun vəhyi peyğəmbərlərə çatdıranlara, möminlərə tövbə edib üzr diləmək və ya kafirləri qorxutmaq üçün olan vəhyi çatdıranlara ki, sizə vəd edilən qiyamət mütləq vaqe olacaqdır. Ulduzlar sönəcəyi, göy yarılacağı, dağlar parça-parça olub dağılacağı, toz kimi havada uçacağı, peyğəmbərlərə öz ümmətlərinə şahidlik etmək üçün bir qədər möhlət veriləcəyi zaman belə soruşulacaqdır. Bunlara hansı günə qədər möhlət verilmişdir? Həmin suala cavab olaraq deyiləcəkdir. Haqla batilin ayırt ediləcəyi günə qədər. Nə bilirsən ki, nədir o ayırt etmə günü? O gün vay halına qiyaməti yalan sayanların, məyər biz əvvəlkiləri, keçmiş kafir ümmətləri məhv etmədikmi? Sonra axırda gələnləri də onlara qatacağıq. Biz günahkarlarla belə rəftar edirik. O gün vay halına qiyaməti yalan sayanların, məyər sizi bir qətrə zəif, dəyərsiz sudan, nütvədən yaratmadığımı? Biz onu möhkəm bir yerdə, ana bətnində saxladıq, müəyyən bir vaxta qədər. Biz nütvədən insan yaratmağa qadir olduq. Nə gözəl qadir olanlarıq biz. O gün vay halına qiyaməti yalan sayanları. Məyər biz yeri məskən etmədikmi? Həm dirilərə, həm də ölülərə. Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik. O gün vay halına bu nemətləri yalan sayanların. O gün kafirlərə belə deyiləcəkdir. Girin dünyada yalan hesab etdiyiniz cəhənnəm əzabının içinə. Girin cəhənnəm tüstüsünün 3 qola ayrılmış kölgəsinə. O sizə nə kölgəlik olar, nə də sizi alovdan qoruyar. O hər biri bir saray boyda qığılcımlar saçar. O qığılcımlar sanki sarı dəvə sürüləridir. O gün vay halına qiyaməti yalan sayanların. Bu elə bir gündür ki, qiyaməti yalan sayanlar danışa bilməzlər. Onlara üzr istəməyə izin də verilməz. O gün vay halına qiyaməti yalan sayanların. Bu sizi də, sizdən əvvəlkiləri də bir yerə topladığımız haqla batili ayırt etmə günüdür. Dünyada etdiyiniz kimi, bugünün əzabından qurtarmaq üçün bir hiləniz varsa, mənə qarşı qurun görək. O gün, vay halına qiyaməti yalan sayanların. Həqiqətən o gün, müttəqilər kölgəliklərdə və çeşmələr başında, istədikləri meyvələr içində olacaqdır. Onlara belə deyiləcəkdir. Dünyada etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin, için. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. O gün, vay halına qiyaməti yalan sayanların. Sizə ey kafirlər, yeyin və dünyada biraz keyf çəkin. Həqiqətən siz günahkarlarsınız. Ahirətdə qismətiniz cəhənnəmdir. O gün, vay halına qiyaməti yalan sayanların. Onlara namaz qılın deyildiyi zaman namaz qılmazlar. O gün, vay halına qiyaməti yalan sayanların. Bu kafirlər ona da, Qur'ana da inanmayandan sonra daha hansı kəlama inanacaqlar?